بإسلامي وإيماني أضاء الكون وزمن بإسلامي وإيماني أضاء. Halal anlatması bugünkü gündə indi bizning üçün, Müslümanlar üçün günə xas rizq degəndən indi ayrılıb bara. Bugünkü gündə halalni saylovchilar arasında biz бүтән millatdan hamda бүтән dindan kishilarni ko'ra olamiz. Yıldan yıl onlarning soni orta bara. Albatta biz Müslümanlar anga bizga Alloh taolo tarafidan ruxsat etilgan rizqlar deb qarasak, бүтән millatlar ham бүтән dindagi kishilar ana dağın da sifatlarak, dağın da təmlirak, hem de sağlıqqa faydalırak rizq deb sayılırlar. Bugünkü gündə Rəsəy küləmində gənə tugul, Avropa, dünya küləmində hatta ki halal rizqqa intilish arta bara. Qaybir illərdə bu 90-95%-ga ələcəkdə. İndi onlardan qaraganda bütün rizqda da halallikka raslatalar. Əgər də raslağı yox ikən, bu indi kimində şübhəli rizq degan məğnəyə kilə, yoki tıyılğan rizqqa. Bizning indi ilimizdə biz özümüzün halalni bulduru məsələsində işləgan işlərimiz indi nəticə gətirə başladı. Çünki tekşürülər nəticəsində bütün rizqlarda halal olmağanlığın rastlaya alırız. Əgər də ki rizqda dunguz maya yoki dunguz iti yox ikən, indi o halal degan anlavlar, indi o anlaşılmaqçanlıqlar bitib bara. Çünki anınla bulmağı əli halallikni rastlamaydı. Bizning turmuşumuzni şırnab alğan hər bir yaşav rəvişimiz o bizning halal bilan haramga bo'lingan. Agar da ruxsat etilganini ishlaymiz ekan, u halal, tıyılğanını ishlaymiz ekan, u endi haram bo'ladi. Chunki halal u rizq bilan cheklanmaydi. U bizning kiyimimizda, bizning oqshabimizda, bizning ishlagan ishimizda har birisi halalga ham haramga bo'linadi. Agar da biz o'z turmushimizda olgan rizqlarimizni, oshag'an rizqlarimizni, ishlagan ishlarimizni jintiklab tekshirmaymiz ekan, aning qo'yan kelganligin, nishib bo'lganligini tekshirmaymiz ekan, u vaqtda kiminda shubhali, hatto haram ishlarga da pishranuvimiz bekda mumkin hal. Chunki bugungi kunda agarda biz to'g'ridan-to'g'ri endi dungizlardan, araqi, isirtgich ichimliklardan tiyila olamiz ekan, haramlardan tiyila olamiz ekan, endi ulardan yasalgan qo'shilma bo'larak, qatnashma bo'larak kirgan rizqlarni jintiklab tekshirishimiz kerak. Chunki bugungi kunda ko'lamni orttirish sababli hamda tag'inda ko'proq o'tish oluv sababli ko'pgina yetishtiruvchilar o'zlarining rizqlarini ul qo'shilmalarini qo'shalar. Aning qo'llanuv tarixini, qo'llanuv surogini orttirish uchun shu qo'shilmalarni qo'shalar yoki uzunroq umrli bo'lsin deb genni modifikatsiyaga kirishadilar. Endi bu Alloh taolo tarafidan bizga haram qilinganlarga kiruv degan bo'ladi. Şuna görə də biz aldanıb görə olmasak, jintiklab tekshiruv natijasında onu rastlaw mümkün. İndi bizning halal komitetimiz köbək, Rəsəy küləmində də, dünya küləmində də bunday özəklər uyushtirilgan. Onlarning birinchi ishi bo'lgan rizqni halallikka tekshiruv hamda xalq uchun durust halalni borliqqa keltiruv. Endi agardaki halal komiteti bu rizq halal yoki haram degan rastlaw berar ekan, u albatta bizning g'olimlar shurosida hamda bizning g'ilmli bo'lgan kishilar bilan kengashuv natijasida berilgan fatvolar, berilgan natijalar. Albatta bizning turmush ravishimiz bu sababli biz musulmonlar halal bilan haramning ayirmasini tag'inda ko'proq e'tibor berishga tegishlibiz. Chunki o'zimizning naslimizning, bolalarimizning bolalari uchun yaxshilikni tilaymiz ekan, g'aylabizga, rizqimizga haramni kirituvdan tiyilirga hamda halal bilan turmush olib boruv u bizning birinchi shartlarimizdan keladi.